Ha, uşaqlar, ulduz kim düzəldə bilir? Ulduz. Yolkanın başında ulduzumuz var, görmüsünüz də ulduz. Bu günlərin yolka salatı düzəldirik. Üstünə kökdən ulduz düzəldib qoyacaq. Düzdür, ulduz, mən də belə bir o qədər profesional deyiləm. Carving ustaları, powerlıq başqadır, carving başqadır. Carving ustaları çox gözəl əl işləri olur. Bizdə imkan qədər, yəni power yox deməməlidir. Ən azından nəyisə bilməlidir. Bir ulduzumuzu çəkib, düzəldib qoyacaq yolkamızın üstünə indi. Yaxşı çıxar, pis çıxar, baxar. Beləcə bir ulduz çəkirəm. Ondan sonra başlayım onun qıraqlarını çıxardıram. Diqqətlə baxın, sonra siz eləyəsiniz. Beləncəsinə bir ulduz düzəltdiyində oxşadı, yəqin oxşamadı. Yolkanın başına ən axırda qoyacaq. Gəlin görək. Mənə elə gəlir ki, burada məndən yaxşı eləyən olacaq. Gəlin uşaqlar, kim gəlir? Gəlin. Gəlin, keçin. Yox, çox möhkəm yox. Çox möhkəm elədin və o bu cırıldı. Gördün, sən bunu eləyə bilməsən. Üstündə yüngül var, bax, belənsinə göstərirsən ki, yəni cızıq qoyursan. Cızıq qoyursan ki, biləsən ki, oradan eləyəsən. Bax, bunu cızığı qoyursan yavaş, basmırsan üstündən. Uşaq vaxtı çəkməmişsiniz ulduz. Həmin ulduzu belə eləyirsən. Belə eləyəndən sonra ulduza. Ondan sonra bu yerləri kəsib çıxarsan. Görürsən ulduz. Görürsən ki, görünür. Bu yerlərini kəsib çıxarsan. Buranı kəsdin, çıxartdın. Buranı möhkəm basırsan. Sonra buranı çıxarsan, sonra oranı yavaş-yavaş. Davay uşaqlar, daska çox, bıçaq çox, siz çoxsuz. Başlayın bir-bir eləyin. Baxım görüm kim yaxşı eləyəcək. Ha, sən nə gözsən? Davay, götür. Möhkəm basmayın, birinci üstündən yavaş basın. Ondan sonra şəklini çəkin üstündən, ondan sonra.